Aha. Deməli, əziz uşaqlar, bu gün başlayırıq Windows 11 əməliyyat sisteminə. Bilirik ki, qəbul proqramında Windows 10 deyil də Windows 11 düşməyə başlayır bu ildən. Ona görə Windows 11, Windows 11-in yenilikləri, burada olan funksiyalar, əsas xüsusiyyətlər, bunlardan inşallah müəyyən bir hissəsini bu gün danışmağa çalışacağıq. Fikriniz dərs olsun, imkan dairəsində qeydlər olanda götürün. Nələr varsa sizə atdığım PDF-də olan şeylərin hamısından danışmağa çalışacağam. Sadəcə fikrimizi bura verək ki, müəyyən bir hissəni də dərsdə öyrənək. Deməli, birinci gəlin bəzi şeyləri təkrar eləyək. Sizə atdığımız materialda bəzi köhnə şeyləri qoymuşuq ki, sizlərə də təkrar olsun. Deməli, əziz tələbələr, əməliyyat sistemləri haqqında biz fəsil 5-də, fəsil 4-də keçmişdik. Yadınıza gəlirsə, fəsil 4-də sistem proqramlarının içərisində əməliyyat sistemlərindən danışmışdıq. Ümid edirəm yadımıza gəlir. Əməliyyat sistemi sistem proqramlarına aid idi. Sistem proqramlarının baza hissəsinə, yəqin ki, xatırlayırsınız. Əməliyyat sistemi, nə idi əməliyyat sisteminin tərifi? Deyirdik ki, kompüterin əsas işini idarə edən, tətbiqi proqramları işə salan, ondan sonra xarici qurğularla, digər proqramlarla qarşılıqlı əlaqə, sonra istifadəçi ilə kompüter arasındakı dialoqu təmin edən opşi proqramlara deyirdik əməliyyat sistemləri. Windows ailəsinin ilk əməliyyat sistemləri haqqında fəsil 5-də keçmişdik. Ümid edirəm yadınıza gəlir. İlk Windows ailəsinin nümayəndəsi 95 idi, yəqin ki, xatırlayırsınız. Ondan sonra Windows'un 95 versiyasından sonra 98 versiyası var idi. Sonra ME versiyası var idi. O 2000 versiyası idi. Ona ME deyirdilər. Yəni Millennium versiyası. Kimlərinsə yəqin ki, yadına gəlir. Sonra Windows'un NT növü var idi. Windows 7 var idi. Windows Vista var idi. Kimlərsə xatırlayar. Ondan sonra Windows'un XP versiyası var idi. Bir zamanlar illər öncə istifadə olunurdu. Sonra Windows 7, Windows 8, sonra Windows 8 uğurlu layihə olmadı. Onu götürüb 8.1 ilə əvəz elədilər. Yenə uğurlu layihə alınmadı. İstifadəçilər, yəni belə deyim, loru dildə onu bəyənmədi. Daha sonra Windows 10-u yaratdılar. İndi isə Windows 11-i daha təkmilləşdirilmiş formada bizlərə təqdim ediblər. Windows 11 ilk dəfə 2021-ci ildən fəaliyyətə başlayıb və Windows 10-un davamı kimi onu istifadəçilərə təqdim ediblər. Amma belə deyək də, loru dildə. Hər yeni bir şey yarananda adətən nə edirlər? Müəyyən bir funksiyalar qatırlar ona, istifadəçilər üçün daha maraqlı bir hala gətirməyə çalışırlar və yeni bir əməliyyat sistemi yaradıblar. Və Windows 11-də Windows 10-un davamı kimi təqdim olunsa da, amma Windows 11 ümumi dizaynı ilə, rəng effektləri ilə, görünüşü ilə, çox şeylə görə Windows 10-dan fərqlənir. Yəni Windows 11 daha müasir dizaynda istifadəçilərə təqdim olunub. Aranızda əvvəlki əməliyyat sistemlərini işlədənlər bilər. Misal üçün, gəlin bəzi ümumi biraz şeylərlə tanış olaq. Misal üçün, bundan əvvəlki əməliyyat sistemlərində ekranda görürsünüz yəqin ki, ekranın aşağısına baxın, zəhmət olmasa. Start menüsü var. Rus dilində buna pusk deyirdilər. Yəqin ki, kimlərinsə yadındadır. Əvvəlki əməliyyat sistemində həmin bu start, yəni əsas menyumuz ekranın sol tərəfində olurdu. Yəqin ki, mənlə razılaşanlar var. Amma Windows 11-də həmin o startı götürüb ortaya qoyublar. Yəqin ki, bu cəhətdən kimlərinsə yadına gəlir. Sonra birazdan keçəcəyik. Snap Layout adlanan funksiya meydana çıxıb. Birazdan onun haqqında danışacağıq. Ondan sonra bir sıra yeniliklər meydana çıxardıblar. Daha təhlükəsiz hala gətiriblər Windows 11-i. Ondan sonra virtual desktop anlayışı fərqli fonlarda meydana çıxıb. Birazdan bu haqda bir-bir göstərə-göstərə danışacağıq. Yəni, dərs oxuyanda biraz o yeniliklər temasına fikir verin. Kitabınıza deyəndə atdığımız materialda cədvəl formasında Windows 11-in yeniliklərini qoymuşuq. Həmin onlara fikir verməyə imkan dairəsində çalışın. Elə də çətin bir şeylər deyil. Yenə də dediyim kimi, birinci startın mövqeyidir. Start əvvəldə taskbar deyirlər aşağıya. Yəqin ki, aramızda bilənlər var. Taskbarın ortasına gəlib çıxıb start dizaynı dəyişib. Sonra istifadəçi interfeysi. İnterfeys nə idi uşaqlar? Bizdən kompüter arasında əlaqə. İstifadəçi interfeysi insanlar üçün daha şəffaf effektlər, yeni animasiyalı interfeyslər təqdim ediblər. Ondan sonra təhlükəsizlik tədbirləri
gücləndirilib. Ondan sonra Snap Layout və Snap Groups adlanan funksiyalar var. Ekranda olan pəncərələrin bölgüsü ilə bağlı. Sonra desktoplar anlayışı var. Birazdan o haqqda danışacağam. İndi çətin bir şeylər deyil. Misal üçün, tutaq ki, telefonlarımızda giririk Apple Store-a, nə bilim, Play Store-a nələrsə indiririk. Burada da Microsoft Store var ki, siz nələrsə rahatlıqla endirə bilərsiniz kompüterinizə. Sonra widgetlər anlayışı var. Birazdan onlar haqqında danışacağam. Məlumat almaq üçün, hava haqqında, kalendar haqqında və s. Sonra Windows 11-in özünün süni intellekti var. Belə deyim də uşaqlar, məncə ChatGPT-ni hamımız tanıyırıq, düzdürmü? ChatGPT-nin belə deyim, daha bir müasir forması. Lor dildə desəm, onun bir qardaşı, amma böyük qardaşı. Aranızda bundan bilmirəm, bəlkə kimlərsə istifadə eləyir. Ekrana baxın, zəhmət olmasa. Ekranın aşağısında var. Copilot. Bu süni intellekti və Windows 11-də ilk dəfə tətbiq olunub, meydana gəlib. Misal üçün, buna daxil olub, gördüyünüz kimi ekrana gəlir və əgər siz hansısa bir hesabınızda, e-maildə öz adınızı filan yazmısınızsa, avtomatik sizi adı ilə özü salamlayır, gördüyünüz kimi. Nəsə yazıb, hansı dildə yazırsınızsa, o da sizə həmin o dildə gördüyünüz kimi suallar verib sizin haqqınızda soruşur. Gördüyünüz kimi mən ora adımı yazmadım, sadəcə salam yazdım və gördüyünüz kimi o məni artıq tanıyır və mənim nə işlə məşğul olduğumu belə soruşur. Eyni ChatGPT-dəki kimi, sadəcə bu ChatGPT-dən daha belə deyək, üstün olan bir süni intellekti. Və yenə də deyirəm, adımı filan yazmamışam. Sadəcə hesabda öz adımı qeyd elədiyim üçün orijinal kompüterdən avtomatik mənim adımı filan bilir. Yəni buna Copilot deyirlər. Təzə süni intellekti. Əvvəlki əməliyyat sistemlərində bu yox idi. İlk dəfə Windows 11-də meydana gəlib. Ümumiyyətlə bir şeylər ilk dəfə Windows 11-də meydana gəlibsə, onları oxuyanda zəhmət olmasa həmin o şeylərə fikir verin. Çünki din bəzən imtahana sual salanda asan olan şeylər cəhətdən ilk dəfə olan yenilikləri bəzən salır. Ona görə ona fikir verin. Sonra Windows 11-də misal üçün bunu tanıyanlarınız olar. Teams proqramı var. Əvvəllər onlayn dərslərdə, ali məktəblərdə onlayn dərslər, korona vaxtı filan Teams proqramı ilə keçilirdi. Bilmirəm, yadınıza gəlir ya yox. Misal üçün, Teams proqramını birbaşa yükləmədən kompüterimizə Windows 11 onu bizə təqdim eləyir. Yəni, əlaqə qrubu ondan, inteqrasiya qrup. Sonra Android vasitəsilə, Android tətbiqlərlə də işləyə bilir Windows 11. Yəni, bildiyimiz Android əməliyyat sistemi olan belə deyək, nə bilim, tətbiqlərlə, misal üçün, Apple Store-un başqa bir versiyası, Windows-un başqa bir işlənmək funksiyaları və s. bunlarla bizə təqdim eləyir. Yəni, belə şeylər nəzərinizdə olsun. Sonra, əziz tələbələr, siz kompüterinizə Windows 11 yükləyirsinizsə, Windows 11-i yükləməyiniz üçün bəzi temalar var. Yəni, nə mənada? Sizin kompüterinizin əsas olaraq RAM-ı, yəni əməli yaddaşı minimum 4 GB olmalıdır. Əgər sizin əməliyyat sisteminizin yaddaşı, əməli yaddaşı, yəni 4 GB-dan azdırsa, bu zaman Windows 11-i kompüteriniz dəstəkləməyəcək. Sonra tak tezliyi. Tak tezliyi yadınıza gəlir? Kimin yadındadır? Kim deyər? Kimin fikri buradadır? Tak tezliyi nə idi, əziz tələbələr? Şeydə keçmişdik. Əməliyyatların sayıdır, bir saniyədə. Bir saniyədə yerinə yetirilən sadə əməliyyatların sayı, bəli, və yaxud dövrlərin sayı, tak tezliyi gigahertzlərlə ölçülürdü. Bilmirəm, yadınıza gəlir ya yox, hertz. Yəqin ki, yadınızdadır. Windows 11-i yükləmək üçün minimum tak tezliyi 1 GHz olmalıdır. Sonra, misal üçün, prosesorun mərtəbəliyi anlayışı var idi. Bu da yadınızda olar. Vahid zamanda emal olunan bitlərin sayı. Mənim yadınıza gəlir ya yox. Bu minimum 64 bit olmalıdır. Yəni, belə şeylər lazım. Ən azından internet bağlantısı normal olmalıdır ki, yüklənsin. Diskinin minimum yaddaş tutumu 64 GB olmalıdır. Yəni, bunlar olmalıdır ki, siz Windows 11-i kompüterinizə yükləyə biləsiniz. Yoxsa Windows 11 dəstəklənmir. Yəni, biraz kompüterinizin göstəriciləri ən azından minimum səviyyədən, necə deyərlər, yuxarı olmalıdır. Yəni, belə şeylərə ilk paraqrafda oxuyanda biraz fikir verərsiniz.
İndi isə keçək Windows-un əsas temalarına. Fikriniz maksimum burada olsun. Bacara bildiyim qədər necə sizə materialı göndərmişiksə, o materialı çıxardarsınız. Ona əsasən dərsi də keçməyə çalışacağam. Deməli, əziz tələbələr, bizə düşür ki, Windows 11-in əsas komponentləri nədir? Yəni əsas elementlər nələrdən təşkil olunub? Sizə desələr, deyəcəksiniz birinci əsas elementimiz desktopdur. Yəni desktop nədir? Ekranın hamısı. Ona iş masası da deyirlər və yaxud rus dili ilə desək, rabochi stol da deyirlər. Yəni ekranın hamısı desktop, rabochi stol və yaxud iş masası adlanır. Ondan sonra Windows 11 əməliyyat sisteminin ikinci elementi taskbardır. Taskbar deyəndə kim bilmirsə, ekranın aşağı hissəsi. Bu gördüyünüz aşağı hissə tamamilə ümumilikdə adlanır taskbar. Məncə bunu aramızda bilən yoldaşlar çox olar. Ondan sonra əziz tələbələr və üçüncü əsas elementimiz isə taskbarın üzərində olan start düyməsidir. Starta da rus dilindən pusk deyirlər. Azərbaycan dilindən də start nə deməkdir? Bildiyimiz start, yəni başla. Başlat menyusu, əsas menyu deyirlər. Bu üç element Windows 11-in əsas komponentləridir, əsas elementidir. Deməli, desktop nədir? İş masası. Desktopda fayllar var, ümumilikdə proqramlar var, yəni gündəlik istifadə elədiyimiz əsas qovluqlar, sistem qovluqları, arxiv qovluqları və s. Yəni ekran, gördüyümüz iş, belə deyək, desktop bundan ibarətdir. Sonra desktopun ən aşağı hissəsində yerləşir taskbar. Taskbara tapşırıqlar paneli deyirlər və yaxud dimin dili ilə desək, məsələlər paneli də deyirlər taskbara. Tapşırıqlar paneli və yaxud məsələlər paneli. Ekranın ən aşağı hissəsi. Yəqin ki, bunu da azdan çoxdan bilirik. İndi bugünkü dərsimizin əsas hissəsi, fikrimiz burada olsun, çatda yazışmayaq. Əsas hissəsi taskbarın elementlərin öyrənməkdir. Biraz çətin hissəsidir o da əslində. Yerdə qalan hissələr daha asandır. Fikrimizi bura verək, zəhmət olmasa. Deməli, əziz yoldaşlar, taskbarın içərisində nələr var? Birinci elementin adına, taskbarın birinci elementinin adına deyirlər, PDF-ə baxsaq görəcəksiniz. Burada belə üzərinə gələndə ad göstərmiş. Onun adına ekran sol tərəfində ən aşağı küncə baxın. Böyütmürəm. Yəqin ki, hamı öz ekranın böyüdə bilir. İstəsəz belə böyüdə də bilərəm. Bunun adına widgetlər deyirlər. Elə də yazılır widgetlər. Widgetlərin içində nələr var? Widgetlər, lor dildə desək, xəbərlər, məlumat xarakterli anlayışlar deməkdir. Widgetlər bölməsində hava haqqında məlumat ala bilərsiniz, xəbərlər oxuya bilərsiniz buradan, sonra oyunlar, kalendar, yəni ayın tarixini filan görə bilərsiniz. Hətta widgetlərin içində gündəlik valyuta məzənnələri haqqında məlumatlar alıb oxuya bilərsiniz. Futbol xəbərləri, siyasi xəbərlər, idmanla bağlı anlayışlar, hətta belə deyək, nəqliyyat filan sizə maraqlıdırsa, nəqliyyat məlumatları, nə bilim, harda trafik var, belə deyək, Trump haqqında məlumatlara qədər buralarda məlumatlar var. Kino məlumatları və s. Günün, belə deyək də, aktual mövzuları, nə ilə maraqlansanız buralardan girib özünüzə məlumat tapa bilərsiniz. Günün valyuta məzəlləsi, hava haqqında məlumat və s. Yəni, durum bundan ibarətdir. Bu məlumat cədvəlinə ümumilikdə deyirlər widgetlər. Oxuyanda da qarşınıza çıxacaq. Bu anlayış ilk dəfə olaraq Windows 11-də birbaşa istifadəçilərə təqdim olunub. O birlərində belə sol tərəfdə belə məlumat cədvəli deyən bir şeyimiz yox idi da, yəni sırf bu formada. Ondan sonra taskbarın ikinci elementi, yəni belə sıra ilə keçsək, start menyusudur. Startın özü haqqında ətraflı əslində danışacağıq, amma hələ ki belə ümumi qısa formada deyim. Starta deyirlər Windows-un əsas menyu düyməsi, baş menyu düyməsi. Hələ ki bu qədər bilin, sonra onun haqqında ətraflı danışacağıq. Ondan sonra gəlirəm buna. Məncə search-ün nə olduğunu hamımız bilirik. Search nə deməkdir uşaqlar? Bildiyimiz kimi axtarış. Buradan nələri yazıb axtara bilərsiniz. Həm internet üzərindən, həm də telefonunuzda nəyinsə rahatlıqla axtara bilərsiniz.
İndi gəldim ən maraqlı funksiyalardan birinə. Zəhmət olmasa fikriniz burada olsun. Bilmirəm, aşağını yəqin ki görürsüz, istəyirsiniz biraz da belə böyüdüm. Bu hal-hazırda göstərdiyimə search yox, hal-hazırda bu göstərdiyimə adına deyirlər Task View. Task View tapşırıq görünüşü adlanır. Task View testləri belə düşür. Onun adına deyirlər virtual iş masaları. Aramızda bilənlər olar. Task View-nun anlamı gedir virtual iş masaları. Uşaqlar, gəlin bunun lore dildə baş salım, sonra sizə göstərim. Gəlin biraz keçmişə gedək. Yadınıza gəlirsə, əməliyyat sistemləri dərsində keçmişdik. Bir istifadəçili əməliyyat sistemləri, bir də çox istifadəçili əməliyyat sistemləri. Bilmirəm, yadınızdadır ya yox. Misal üçün, sual verim sizə, fikriniz buradadırsa. Bir istifadəçili əməliyyat sistemimiz cəmi bir dənə idi. Kimin yadına gəlir o? MS-DOS. MS-DOS, bəli, zarafat eləmişdik ki, Domestos, yəqin ki, yadınızdadır. Həmin o MS-DOS bir istifadəçili əməliyyat sistemi idi, amma digər əməliyyat sistemlərimiz onlara çox istifadəçili əməliyyat sistemləri demişdik. İndi sözümü nəyə gətirirəm? Elə bilin ki, əziz tələbələr, misal üçün, lore dildə deyim. Misal üçün, hal-hazırda siz kompüterinizi açmısınız və kompüterdə iş görürsünüz. Misal üçün, tutaq ki, bu papka burada açıqdır. Misal üçün, bunu kiçildib belə qoysam. Bu papka da burada açıqdır. Hər şeyi özünüzə uyğunlaşdırmısınız, belə deyim. Açıq vəziyyətdədir. Orada açılıb, bu burada açılıb, özünüzlə iş görürsünüz. Evdə balaca bacınız və yaxud qardaşınız sizə gəlib deyir ki, ya da özünüzdən böyük kimsə, bəs kompüterini yarım saatlıq mənə ver, nəsə kompüterdə iş var. Siz də istəmirsiniz ki, fayllarınız ekrandan dağılsın da, yəni özünüzə bir komfort zona qoymusunuz. Sözünü nəyə gətirirəm? Belə olanda adətən biz evdəkilərlə dava eləyirik ki, bəs mən kompüterimi verə bilmərəm, mən işim var və s. və s. Belə olan halda çıxış yolu dava eləmək deyil, əziz tələbələr, nə edirsiniz? Misal üçün, bir də baxın, girirsiniz Task View-ya. Task View-nun mənası virtual iş masaları deməkdir. Misal üçün, tutaq ki, gəldim Task View-nu basıram. Mən hal-hazırda desktop 1-də, misal üçün, sizə dərs keçirəm və hər şey mənim fayllarımı göstərir. Nə edirəm? Burada əlavə desktoplar aça bilirəm. Gəlirəm, görüm hansı desktop boşdur. Hamısında nəsə iş görmüşəmsə, təzə bir dənə desktop açıram, daxil oluram və verirəm, tutaq ki, evdəkilərə. Baxın, əlavə təzə bir desktop açdım. Görürsünüz, fonu da fərqlidir. Əlavə desktop açdım, verdim kiməsə, evdə kiməsə. Həmin o insan da, evdəki insan öz işini görür, sonra kompüteri üzrə qaytarır. Sən də gəlirsən təzədən Task View-ya, baxırsan ki, sənin gördüyün iş hardaydı? Misal üçün, mən bayaq bu fonda sizə dərs keçirdim. Bunu vururam, açıram və öz fəaliyyətimə davam edirəm. Yəni, çox qəşəng bir funksiyadır. Bunun adına virtual iş masaları deyirlər. Yəni, nə mənada virtual iş masaları? Dediyim kimi, elə bir ki, bir kompüterin ekranını bir neçə adam istifadə edə bilir. Bir neçə ekran mövqeyinə gətirib çıxardır. Task View-nun mənası budur. Deyirəm, yadınızda qalar. Və əziz tələbələr. O həmişə qalır, bağışlayın. Yəni o istədiyi vaxt yenə də gəlib oradan istifadə edə bilər. Bəli. Yəni əgər kompüterinizi belə söndürməmisinizsə, açıqdırsa, çıxmamısınızsa kompüterinizdən, aktiv şeylər bağlanmayıbsa, bəli, öz yerində qalır. Yəni yanıq vəziyyətdə hər şey işləyir. Necə? Söndürəndən Yox, söndürəndə aktiv sonra proqramlar bağlanır. Söndürəndə yox. Yəni aktiv vəziyyətdə də söndürülmədi. İstifadə olunan müddətdə. Bildim. Tamam, okey. Sonra Task View-nun klaviatura düyməsi var uşaqlar. Materialda görəcəksiniz, amma mən yenə də belə deyim, kimsə istəsə qeydlər də apara bilər. Birinci, bizə deyir ki, Task View-nu açmaq üçün, yəni sadəcə bunun üzərinə gəldim, bir daha basıram, gəldi bunlar. İndi bunu basmadan, klaviaturadan hansı düymə ilə aça bilərsiniz? Sizə desələr, Win üstəgəl tab düyməsi vasitəsilə. Win tab düyməsi vasitəsilə Task View-ya daxil ola bilərsiniz. Yəni, bu rejimlərə daxil ola bilərsiniz. Atdığımız PDF-də görəcəksiniz. Yəni, qeyd eləməyə bilərsiniz. Orada var. Win üstəgəl tab düyməsi. Ümid edirəm, Win düyməsi hansıdır? Hamımız bilirik. Win düyməsi bu Windows-un işarəsi olan düymə var notebook-umuzda. Bax, həmin odur Win düyməsi. Məncə bilənləriniz olar. Windows-un Win-i də belə deyək. Bir də tab düyməsi. Win üstəgəl tab vasitəsi ilə Task View-nu aça bilərsiniz bu öz yerində. Sonra bizə sual düşür ki, bir Task View-ya daxil olmadan, tutaq ki, Task View-ya daxil oluram.
Buradan gəlirəm, desktop açıram özüm üçün. İndi task view-ya daxil olmadan sıfırdan bir iş masası yaratmaq üçün klaviaturadan hansı düyməni basmaq lazımdır sizə desələr, onu da oxuduğunuz PDF-də görəcəksiniz. Win düyməsidir, Control düyməsidir, bir də D düyməsidir. Win üstə gəl D-ni basanda, bilmirəm hiss elədiniz ya yox, aşağıdan yazdı. Desktop 6. İstəyirsiniz bir də göstərim. Win, Control D. Baxın, indi buradan yazdı. Desktop 7. Yəqin ki görürsünüz. Win, Control D vasitəsilə yeni iş masası, yəni virtual iş masası yarada bilərsiniz. Bu da öz yerində. Sonra sual düşür ki, indi hal-hazırda gördünüzsə, mən 7 dənə iş masası məndə var. Bu iş masaları arasında keçid. Düzdür, yenə də deyirəm, task view-ya daxil olub, buradan da keçid eləyə bilərsiniz. Amma task view-ya daxil olmadan iş masaları arasında keçid. Bu da yadda saxlamaq rahatdır. Bu da PDF-də görəcəksiniz. Win düyməsidir, Control düyməsidir. Bir də klaviaturada oxlar var, uşaqlar, sağ-sol oxlar. Onun vasitəsilə baxın, oxları basıram. Görürsünüz, indi desktop 6-dayam. Win, Control, sol oxu basıram, sağ ox basıram. İş masalarını çevirirəm. Bax, görürsünüz, hiss edirsiniz. Bir-bir çevrilir. Win üstəcə sağ ox və yaxud Win üstəcə sol ox vasitəsilə iş masaların arasında keçid eləyə bilərsiniz də, belə deyək, belə yadınızda qalsın. Sonra bir də son olaraq bunlardan bir dənə düymə düşür. Onu da yadda saxlamaq rahatdır. Deyir ki, yaratdığımız iş masası, tutaq ki, hal-hazırda desktop neçədəyəm bilmirəm. Gəlin yoxlayım görüm neçədəyəm. Desktop 6-dayam misal üçün. Bunu bağlamaq üçün. Yenə də deyirəm, bu task view-ya daxil olub, buradan da üzərinə gəlib, X-i basıb, hansı iş masasını istəyirsinizsə bağlaya bilərsiniz. Yəni, buradan da bağlamağınız mümkündür. Amma klaviaturadan bağlamaq yolunu sizdən soruşsalar, Win düyməsi, göstərirəm sizə, Win düyməsi, Control düyməsi, bir də F4 düyməsini basmaqla cari iş masasını bağlaya bilərsiniz. Win, Control, F4. PDF-i oxuyanda səhvləmirəmsə 4-cü ya da 5-ci səhifədə, bəlkə kimlərsə çıxardıb görər. PDF-in 4-cü ya da 5-ci səhifəsində idi. Əvvəllərdə qoymuşduq materialı sizin üçün hazırlayanda. Bu dediyim düymələri görəcəksiniz. Bir daha xatırladıram. Ümid edirəm aranızda materialı çıxardıb qabağına qoyan insanlar var. İnanmaq istəyirəm bura ki, kimlərsə çıxardı. 5-ci səhifədədir. Təşəkkürlər. Sağ ol Jale. Yaxşı ki sən varsan. Deməli, təşəkkürlər. Deməli, Win tab düyməsində görəcəksiniz task view-nun düyməsi. Orada qəşəng qoymuşuq sizin üçün. Sonra Win Control D, bir daha deyirəm, yeni iş masası yaradır. İş masaları arasında keçid eləmək üçün Win Control sağ ox, sol oxdan istifadə olunur. Yaratdığımız cari iş masasını da bağlamaq üçün Win Control F4-dən istifadə olunur. Ümid edirəm bunlar hamıya can sağlıq. Mən qaydım lap birinci olan iş masama. Biz burada dərs keçirdik, qayıtdıq bura. Belə əziz tələbələr. Sonra yolumuza davam eləyək. Deməli, burada davam eləyirdik, burada qalmışdıq. Burada bayaqki sizə danışdığım Copilotu görə bilərsiniz. Bayaq Copilot haqqında sizə danışdım. Süni intellektimizdir bizim. Daha sonra, əziz tələbələr, bu hissədə, indi gəlirəm bu hissəyə. Bir dənə gəlin buranı böyüdüm. Deməli, hal-hazırda aşağılarında, bilmirəm, hiss edirsiniz ya yox, belə işarələr var. Bu demək ki, bunlar nədir uşaqlar? Hal-hazırda aktivdir, düzdürmü? İndi bunların bəzilərini bağlayayım. Misal üçün tutaq ki, bunları da bağlayayım. Misal üçün gəlin bunu da bağlayayım. Bircə saniyə. Gəlin bunu da bağlayaq. Bir şeydən danışmaq istəyirəm, ona görə onu da göstərim sizə. Aranızda bilənlər olar. Deməli, var hansısa bir proqramı, hansısa bir faylı açmaq, aktiv saxlamaq. Əgər aktivdirsə, onun aşağısında belə, necə deyim, nöqtəyə oxşar işarələr var da, belə deyək. Bunlar aktivdir. Amma gəlirəm bunun üzərinə, Microsoft Edge üzərinə. Gördüyünüz kimi, Microsoft Edge aktiv deyil. Gördüyünüz kimi. Amma bu da buradadır. Aranızda bilənlər olar. Aktiv olmadan hansısa bir proqram ora düşübsə, onun adına pinləmək deyirlər. İngilis dilində pin sözünü bilənləriniz olar. Uşaqlar, pin sözünün mənası nə idi? Bərkitmək. Sabitləmək. Sabitləmək. Bəli, sabitləmək.
pinləmək, sabitləmək, bərkitmək. Yəni mən gördüyünüz kimi Microsoft Edge aktiv idi. Onun proqramlarını bağladım, daha doğrusu açdığım faylları orada bağladım. Amma Microsoft Edge getmədi buradan. Çünki mən Microsoft Edge-i bura pinləmişəm. İndi mənə sual düşə bilir ki, hansısa bir proqramı bura necə pinləyirsən? Gəlin sizə yaradıb göstərim. Misal üçün, tutaq ki, bir dənə proqram açıram. Misal üçün, hazır göstərim sizin üçün. Tutaq ki, Excel proqramını açıram, gördüyünüz kimi. Açılsın, bir də saniyə. Və s. Okey, bu açıldı. Gördüyünüz kimi Excel düşdü bura. İndi nə edirəm? Üzərində sağ düyməni vururam. Aşağıda gördüyünüz kimi. Sağ düyməni vuranda burada görün nə çıxır? Pin to taskbar. Yəni bu nə deməkdir uşaqlar? Taskbara pinləmək. Bunu basıram. Aha, indi Excel proqramını bağlayıram. Bağladım. Amma Excel özü nə oldu? Burada qaldı. Buradan çıxartmaq da istəyəndə, bu da çox sadə. Pinin tərsi nə olacaq uşaqlar? Yenə sağ düyməni vururam. Baxın, burada pinin tərsi var. Unpin. Bunu basıram. Buradan getdi. Yəni, çox sadə formada. Proqramları pinləməkdə məqsəd odur ki, hansı proqramlardan daha çox istifadə edirlərsə insanlar, həmin o proqramları ora pinləyirlər ki, həmişə, necə deyərlər, göz qabağında olsun da, yəni tez-tez onları görə bilsinlər. Yəni, ona bərkidilmiş hissə də deyirlər, bu dimin tərcüməsi ilə, ya da pinləmək deyirlər. Burada gördüyünüz kimi aktiv proqramlarım da var, amma pinlədiyim proqram da var da, belə deyək. Yəni, sabitlədiyim proqram. Yəni, bunun mənası budur. Sonra, gedim növbəti ardına. Burada belə üçbucağa oxşar işarə görəcəksiniz. Bunun adına, yəqin ki, ekranı böyütmüsünüz, görürsünüz. Show hidden icons deyirlər. Bu nə deməkdir? Belə deyək, buna daxil olanda hansı proqramlardan ki, misal üçün, əlavə istifadə edirsiniz, açmısınız, onları misal üçün göz önünə qoymaq istəmirsiniz, amma götürüb bu hissədə saxlayırsınız, belə deyək. Lazım olanda vurursunuz, açıb daxil olursunuz, lazım olanda çıxırsınız. Yəni, sizə daha çox istifadə elədiyiniz hansısa bir proqramları orada bir gizlədilmiş, belə deyək də, formada saxlaya bilərsiniz. Yəni, bir bildiriş kimi gizlədirsiniz onu orada. Sonra, burada əziz tələbələr, bunu aranızda bilənlər olar. Bu tez-tez hamının kompüterində gəlir, update eləmək üçün, yeniləmək üçün. Məncə bunu hamımız bilirik. Sonra, onun yanında gəlirəm bu hissəmizə. Burada nələr var? Zoom-un mikrofon işarəsidir. Bu, buradan çıxıb hal-hazırda dərs keçirəm deyə. Bu, klaviaturadır. Bunu istəsəz bağlaya da bilərsiniz, aça da bilərsiniz. Bunun haqqında da danışacağım birazdan. Gəlirəm bu hissə. Bu hissənin adına sürətli parametrlər, quick setting deyirlər. Kitabınızda da görəcəksiniz. Bilmirəm, hiss edirsiniz ya yox. Gəlirəm, üçü birdən belə seçilmiş formadadır, belə ağarmış formadadır. Buna daxil olanda, üzərinə vuranda belə bir pəncərə açılır. Buradan internetinizin işarəsini görə bilərsiniz. Ekranın parlaqlığını artırıb azalda bilərsiniz. Səsi artırıb azalda bilərsiniz. Zaryadkanızı görə bilərsiniz. Bluetooth-un işarəsi. İstəsəz uçuş moduna qoya bilərsiniz kompüterinizi. Yəni, keçidlər, sürətli parametrlər deyirlər adına. Səs, parlaqlıq, uçuş modu. Sonra, əziz tələbələr, bunun, bu quick setting-in klaviatura düyməsi düşür. Yəni, daha doğrusu təzə temalardan biridir. PDF-də çox güman ki, görməlisiniz. 100% ki, orada yazmışıq. Win-A düyməsidir. Yəni, deməli, bunu vurdum, açıldı. Klaviaturadan da indi sizin üçün Win-lə A-nı basıram. Gördüyünüz kimi açıldı. Win-A düyməsi vasitəsilə bu quick setting-ə, yəni sürətli parametrlər adlanan hissəyə daxil ola bilərsiniz. Yəqin ki, buradan can sağlıq. Axırlara doğru notification hissəsi yerləşir. Notification center, onun adına bildiriş mərkəzi deyirlər. Buyurun. Üzrsən, mənim internetim getmişdi. O cəld düyməsi necə idi onun? Win-A düyməsi. Çox sağ olun. Sən sağ ol. Sonra, bunun yanında olan hissənin adına notification center, bildiriş mərkəzi deyirlər. Və buna daxil olanda gördüyünüz kimi ayın tarixi, zaman və yaxud kompüterdə ən son nəsə bir şeyi screenshot eləyib filan eləmişsinizsə, işlər görmüşsünüzsə, burada bildiriş kimi qarşınıza çıxır. Yəni, ümumilikdə adı
Elə bilin ki, təqvim, nə bilim, e-mail poçtunuza filan nələrsə gələndə burada bildiriş kimi göstərir və yaxud web, Telegram filan işlədirsinizsə, ora SMS filan gələndə burada çıxır. Yəni ümumi bildiriş oblasti gedir. Saat, kalendar, belə şeyləri görə bilərsiniz. Və əziz insanlar, bunun da klaviatura düyməsi var və bunun klaviatura düyməsi çox sadədir. Notification sözünün n-sı ilə yadda saxlaya bilərsiniz. Win üstəgəl n düyməsi. Notification'ın n-sından əzbərləyə bilərsiniz. Bunu da materialda görəcəksiniz. Qoymusunuz, orada narahat olmayın. Win üstəgəl n. Yəni win üstəgəl n-nı basaraq həmin o bildiriş oblastına daxil ola bilərsiniz. Yəqin ki, hamıya can sağlıq. Bunun da axırında, bunu bilmirəm indi Zoom sizə Gəlin ekranı böyüdüm. Görürsünüz, əziz tələbələr, məncə görməlisiniz. Bildiriş oblastının sağında belə xətt işarəsi var. Görürsünüz. Məncə göstərməlidir. Görünür Sağ mənim. olun, təşəkkürlər. Üzərinə gələndə gördüyünüz kimi yazır, orada çıxır yuxarıda. Show desktop düyməsi. Məncə hamı bunu gördü. Bu tapşırıqlar panelin elə bir ən sağında, ən axırında, belə deyim Lori dildə, yerləşən düymədir. Okey, bu nə işə baxır? Gəlin kiçildim, göstərim. Misal üçün, bu pəncərəni açmışam. Bircə saniyə açılsın. Misal üçün, bu pəncərəni də açmışam. Gördüyünüz kimi. Misal üçün, birində açım. Gözləyim, bu da açılsın. Bu böyük formada açıldı. Bircə saniyə, bu zoom'un işarəsi mən bilmirəm. Hara qoyum ki, mənə mane olmasın. Misal üçün, bu da belə açıldı. Yəqin ki, hamımız görürük. İndi əziz tələbələr, 4-5 dənə şey açıqdır ekranda. İstəyirəm ki, bunların hamısını birdən taskbara yığım. Aranızda bilənlər olar. Pəncərələri taskbara yığmaq üçün pəncərələrin daxilində belə bir düymə var. Minimaliz düyməsi deyirlər onun adına. Bu düyməni basaraq da bir-bir pəncərələri taskbara yığa bilərsiniz. Amma mən istəyirəm ki, hamısını birdən yığım da, yəni necə deyim sizə, vaxtım getməsin. Belə hamısını birdən taskbara atım. Bunun üçün gəlirəm o ekranın aşağısındakı show desktopa, bax görürsünüz, gəldim ora, bir dənə ora odaqlanın. Sol düyməni bir dəfə basıram və həmin pəncərələr avtomatik taskbara yığıldılar. Geri qaytarmaq istəyirəmsə, təzədən show desktopun üzərinə gəlirəm və bir dəfə show desktopu basıram və həmin pəncərələr geri qayıdır. Belə deyim də, bir istifadəçinin işin rahatlaşdıran bir şeydir. Misal üçün, atıram, tutaq ki, mənə harda lazım ola bilir. Tutaq ki, kursda oturmuşam foyedə, quiz hazırlayıram, ya nəsə sınaq sualı hazırlayıram. Ekranda neçə dənə şey açmışam. Hansısa tələbə birdən gəldi, yaxınlaşdı mənə. İndi hər şeyi bağlamağa üsbət eləmirəm. Tez show desktopa bir dənə basıram. Ekranı mənim üçün boşaldır və tələbə də mənim yazdığım şeyləri görmür. Təzədən tələbə gedəndən sonra heç nə. Show desktopa basıram, təzədən nə var idisə ekranda geri dönür. Yəni misal üçün, bu amaclı bir şey. Yəni durum bundan ibarətdir. Yenə də deyirəm, bunlar çətin deyil, ümid edirəm sizə də ekstra çətin gəlməz. Biraz məntiqi yanaşsaz, biraz da ingilis dilindən tərcümə ilə getsəz, əslində Windows 11 yəni çətin dərs deyil də, vəziyyətdən çıxılasıdır. Bir də misal üçün, əslində müsbət tərəfi odur ki, Windows 10-dan daha sadədir əslində. Bəzi əmrlər var ki, yəni onlar bayağı qısaldılıb. Bu da bizim üçün əslində yaxşı bir şeydir. İndi uşaqlar, belə bir sual verim sizə. Kontekst menyu keçmişdik. Ümumiyyətlə, fəsil 2-də filan deyirdik. Nə idi kontekst menyu? Kimin yadındadır? Mouse'un sağ düyməsi. Vurub Ay, sıxanda tamamilə kontekst menyu doğrudur. açılır. Bəli, mouse'un sağ düyməsi, düzdür. İndi bir dənə də sual soruşum sizdən. Səhvləmirəmsə, bunu kursun sınağına da salmışdıq. Bir-iki sınaq əvvəldə də düşmüşdü. Aranızda bəlkə kimlərinsə yadındadır. Uşaqlar, kontekst menyunu açmaq üçün klaviatura düyməsi, bunu biləniniz yoxdur. Aha, gözləyirəm. Müəllim, Bəlkə. Ctrl-K, Nə əziz tələbə? Ctrl-K. Yox əziz tələbə, yox. Hə. Bunu PDF-inizdə görməyəcəksiniz. PDF-in ikinci hissəsində əsas kontekst menyulardan danışacağıq. Yəqin ki, onu orada qoyarıq. Amma indidən bir dənə dəftərinizə qeyd etsəz yaxşı olar. Çünki kontekst menyuların birin bu gün keçəcək. Zəhmət olmasa dəftəriniz, kitabınız, əlinizdə nə varsa, qeydləri hara yazırsınızsa onu siz bilərsiniz. Mən real olaraq təəssüf ki, görmürəm. Ona görə zəhmət olmasa yazaq. Deməli, harda qeydiniz varsa, ora bir dənə qeyd atın ki, kontekst menyunu açmaq üçün, aha, ora yazdılar. Afərin, təşəkkürlər. Düzdür. Shift üstəgəl F10 düyməsindən istifadə olunur. Çatdakı tələbə. Perfect, good, maşallah. Kontekst menyunu açmaq üçün
Shift üstəgəl F10 düyməsindən istifadə olunur. Bu PDF-də dediyim kimi yoxdur. Yazıb götürün zəhmət olmasa. Shift üstəgəl F10. Shift üstəgəl F10 düyməsindən istifadə olunur. Ümid edirəm, hamı çatdırıb yaza bildi. Shift üstəgəl F10. Yəqin ki, can sağ olun. Uşaqlar, kontekst menyular haqqında danışacağıq. Kontekst menyular əslində dərsimizin ən maraqlı hissələrindəndir. Bugün belə deyək, nisbətən çətinin bir dənə çıxardacaq aradan. Gələn dəfə isə daha maraqlı və asanlarını deyəcək. Misal üçün, ümumi məlumat verim. Lori dildə desəm, elə birinci uşaqlar, belə çıxmasın. Hərənin özünün kontekst menyusu var. Yəni, bu nə deməkdir? Əgər siz hansısa bir faylın üzərində, misal üçün, bu nədir? Bu nə faylıdır? Word faylıdır. Hər hansı bir faylın üzərində sağ düyməni vurursunuzsa, açılan kontekst menyu faylın kontekst menyusudur. Hər hansı bir qovluğun üzərində vurursunuzsa, tutaq ki, bir dənə misal üçün sarı qovluq yaradaq sizin üçün, misal üçün, olsun belə. Hansısa bir qovluğun üzərində mouse'un sağ düyməsini vurursunuzsa, bu kontekst menyuya deyirlər qovluğun kontekst menyusu. Bu arada faylla qovluq bir-birinə çox bağlayır, zamanında keçəcək. Sonra, misal üçün, ən asan kontekst menyulardan biri iş masasının kontekst menyusudur və tez-tezdə suallar düşür. Tələbələr adətən yazır. Misal üçün, nə? İş masasında boş yerdə mouse'un sağ düyməsini vuranda açılan kontekst menyuya deyirlər iş masasının kontekst menyusu. Misal üçün, məncə bunları bir çoxlarınız bilirsiniz. Gələcəkdə öyrənəcəyik növbəti dərsimizdə. Görünüşlə bağlıdır. Ən azı cümləyi tanımasa refreshi məncə tanıyır. Məncə Undonu da tanıyırsınız. Word-də də keçmişik. Yeni qovluq yaratmaq. Bu iş masasının kontekst menyusudur. Bir də var ki, əziz tələbələr, desktopun yox, daha doğrusu bugün nədən danışırıq? Taskbarın kontekst menyusu. Taskbarda, yəni ekranın aşağısında boş yerdə, ya bu hissədə, amma boş yerdə, da nəyinsə üstündə yox. Sağ düyməni vuranda, yəqin ki, görürsünüz ekranı, sağ düyməni vuranda açılan kontekst menyuya gördüyünüz 2 dənə əmrə deyirlər. Taskbarın kontekst menyusu. Kimlərinsə Windows 10-dan yadında qalar. Windows 10-da burada sağ düyməni vuranda uzun bir pəncərə açılırdı, menyu açılırdı. Yəni, əslində onu öyrənmək daha çətin idi. Burada isə daha sadə formada 2 dənə əmr açılır. Birincisi, əziz tələbələr, Task Manager. Task Manager deyəndə tapşırıqlar meneceri nəzərdə tutulur. Tapşırıqlar meneceri nədir? Lori dildə desəm, kompüterdə işləyən zaman hansısa bir proqramlar donub qalanda, donmaları aradan qaldırmaq üçün Task Managerdən istifadə eləyirlər. Həmin proqramı oradan baxmaq, bağlamaq üçün Task Managerə daxil olurlar. Gəlin daxil olun. Task Managerdə həmçinin nələr var? İndi gözləyin açılsın. Uşaqlar, CPU nə idi? Kimlərinsə yadına gələr. CPU nə idi? Kimin yadındadır? Central Processing Unit. Olun. Bəli, Central Processor Unit, yəni prosesor, yəni mikroprosesor. Ona nə demişdik? Kompüterin beyni demişdik. Yəqin ki, kimlərinsə yadına gəlir. Deməli, arkadaşlar, biz Task Managerdən nələri icra edə bilərik? Hansı proqramlar hal-hazırda açıqdırsa, onların siyahısını görə bilərik? Mikroprosesorun işləmə faizi, əməli yaddaşın işləmə faizi, internetlə bağlı, yəni internetin sürəti və s. belə şeylərlə tanış ola bilərik. Həmçinin aktiv proqramlardan hansı donub qalıbsa, onu seçib işini sonlandıra da bilərik. Yəni, Task Managerin, tapşırıqlar menecerinin funksiyası bundan ibarətdir. Və əsas məsələ, arkadaşlar, əsas məsələ bunun klaviatura düymələridir. Kitabda, yəni materialda onu qeyd olaraq yazmışam, qarşınıza çıxacaq. Oxuyanda fikir verərsiniz, zəhmət olmasa. Qeydlərin içində orada siz üçün qeyd eləmişik. Deməli nə? Task Managerin 2 dənə klaviatura kombinasiyası var. Bunu qeyd eləmənizə ehtiyac yoxdur. Materialda açıq-aşkar yazılıb, narahat olmayın. Birinci klaviatura düyməsi Ctrl-Shift Escape düyməsidir. Ctrl-Shift-ESC düyməsi. Ctrl-Shift-Escape düyməsidir. İkinci düymə isə, əziz arkadaşlar, Ctrl-Alt-Delete düyməsidir. Nəzərinizdə olsun. Bir Ctrl-Alt-Delete, bir də Ctrl-Shift-Escape. Uşaqlar, Ctrl-Shift-Escape basanda birbaşa Task Manager açılır. Birbaşa onu görə bilərsiniz.
birbaşa o açılır. Amma Ctrl Alt Delete basanda indi basın, prosta bilmirəm Zoom sizə onu göstərirmi yoxsa göstərmirmi, mənə deyərsiniz. Ctrl Alt Delete basıram. Görün ekranınızda nə görürsüz? Ekran görünür uşaqlar. Xeyr, mən Yox, göstərmir. Hə, bunu şəklin indi çəkirəm, dərsdən sonra təsəvvür üçün sizlə bölüşərəm. Başqa şansım yoxdur çünki belə göstərmək üçün. Belə deyim Lori dildə. Öz kompüterinizdə də Windows 10 olsa da, Windows 11 olsa da özünüz də yoxlaya bilərsiniz əslində. Yəni çətin bir şey deyil. Sözümü nəyə gətirirəm? Ctrl Alt Delete-in bir neçə funksiyası var. Misal üçün, oradan kompüteri kilidləmək olur, istifadəçi hesabını dəyişmək olur, hesabdan çıxmaq olur, kompüterin parolunu dəyişmək olur, həmçinin Task Manager-i açmaq da olur. İndi hal-hazırda Task Manager-ə bastım, indi Task Manager açılacaq. Yəqin ki, Zoom indi sizə normal ekranı göstərir. Yəni, belə deyim, düz gözləmirəm deyim bu qədər dərinə gedər, amma yenə də. Yəni, Ctrl-Shift-A-sızı bir dənə funksiyası var, Task Manager-i açmaq. Amma Ctrl Delete-in bir neçə funksiyası var. İstifadəçi hesabını dəyişir, parolu dəyişmək, hesabdan çıxmaq və həmçinin Task Manager-i açmaq. Yəni durum bundan ibarətdir. Yəni elə bir ki, Ctrl Delete bir neçə iş görür, biri də budur. Amma Ctrl Shift Escape-in bir dənə işi var, ancaq Task Manager-i açmaq. Düzdür? Yenə də deyirəm, bu qədər dərinə gedəcəklərini sanmıram, prosta mən hər ehtimal demiş olum. Sonra gəlirəm uşaqlar ikinci əmrimizə. Taskbar Setting. Aydın məsələdir. Taskbar setting desə nə anlayarıq? Setting nədir? Ayarlar, parametrlər, düzdürmü? Deməli, tapşırıqlar paneli ilə bağlı tənzimləmələr, ayarlar təyin eləmək üçün, ayarlara daxil olmaq üçün, tənzimləmələrə daxil olmaq üçün taskbar settingdən istifadə olunur. Fikrimiz burada olsun, zəhmət olmasa, çətin deyil taskbar settingi, tərcümə ilə vəziyyətdən çıxacaq. Daxil olaq. Taskbar settingə daxil oluram. Belə bir pəncərə açılır. Görək birinci yerdə bizi nə qarşılayır? Taskbar items. Item sözünün mənası nədir? Elementlər, obyektlər, düzdürmü? Tapşırıqlar panelindəki tənzimləmələri buradan icra edə bilərik. Misal üçün, birinci yerdə gəlir search. Search nədir? Axtarış. Bu aşağıda yoxdur, bu search. Həmin o search-ün necə görünməsini nizamlaya bilərik. Mən misal üçün burada nə qoymuşam? Qoymuşam ki, yalnız search-ün ikonu görünsün, işarəsi görünsün. Ona görə baxın, mənim kompüterimdə search-ün ancaq ikonu görünür. Amma burada başqa seçimlər də var. Misal üçün, tutaq ki, search-ü hide. Hide nə idi uşaqlar? Gizlədə bilərsiniz. Misal üçün, baxın, hide basıram, search-ün işarəsi gizləndi. Və yaxud search-ü belə həm işarəsi görünsün, həm də baxın, belə formada da istifadə edə bilərsiniz. Və yaxud search-ü box, yəni bir qutu formasında da qoyub istifadə edə bilərsiniz. Mən buna qaytarım. Ondan sonra task view. Kimi yadında qaldı? Task view nə oldu uşaqlar? Kimi yadında qaldı? Kim deyə bilər? Nə dedik task view-ya? Kim səsini açar deyər ya da yazıb deyər? Task view yadınızda qaldı mı? Burada Desktoplar, tapşırıq görünüşü, proqram pəncərələrini. Düzdür, çoxlu virtual desktoplar açmaq. Əgər siz bu aşağıda olan task view-nu bağlamaq istəyirsinizsə, yəni bunları heç nə buradan off eləyə bilərsiniz. Nəticədə bilmirəm hiss elədiniz ya yox, task view buradan getdi. Təzədən on eləyirsiniz, qayıdır. Əslində işin içində dediyim kimi biraz məntiq qatın. Yəni nə mənada məntiq qatın? Taskbar settingdirsə, deməli taskbarın üzərində olan elementlərin tənzimlənməsi işinə baxır da, yəni bu qədər basit. Sonra, bayaq dedim sizə widget. Widget şeydir, bu ekranın sol tərəfində var idi, bu da bu hissə. Hava haqqında məlumat, nə bilim, və s. belə məlumatlar. Həmin onları da bağlayıb açmaq istəyirsinizsə istifadə edə bilərsiniz. Yəni, widgetlərində görünüb görünməməsin, necə deyərlər, oradan nizamlaya bilərsiniz. Mənası budur. Ondan sonra gəlirəm bura. System Tray Icons. Burada nədir? Bu sahədən olan əmrlər vasitəsilə yenə bu əmrlərdən hansı taskbarda görünsün, görünməsin. Onları nizamlaya bilərsiniz. Aşağıdakı əmrlər. Misal üçün, tutaq ki, burada klaviatura var. Klaviatura budur. Baxın, ekranın aşağısında olan klaviatura. O görünsünmü bu klaviatura, yoxsa görünməsinmi? Həmin o klaviaturanın açılıb bağlaya bilərsiniz. Klaviaturada olan bir sıra emojilər var. Onlar görünsünmü? Sonra qələm menyusu anlayışı var. Onlayn platformalarda istifadə olunur. Onlar görünüb görünməsinmi? Yəni, onların işini nizamlaya bilərsiniz.
Sonra burada bir dənə də onun alt əmri var. Bunlar dərin düşmür. Prosta elə belə toxunum. Sonra başqa AZ digər sistem tənzimləmələri var bunun içində. Misal üçün, tutaq ki, bura daxil oluram. Misal üçün, burada update-in filan işarəsi var. Onlar da taskbarda görünsünmü, zoom-un filan işarəsi görünməsinmi, əlavə istifadə etdiyimiz tətbiqlər. Onu da buradan açıb bağlaya bilərsiniz. Yəni, taskbarda olan şeylərin uzun sözün qısası görünüb görünməməsi ilə bağlıdır. Sonra, arkadaşlar, düşürəm nəyə? Dimin möhtəşəm tərcümələrindən birinə gəlirəm. Deməli, taskbar behaviors, yəni buna deyirlər tapşırıqlar panelinin üzərində olan davranışlar. Bunu dilimizə davranış kimi tərcümələyiblər və burada nələr var? İndi gəlin bunun içinə daxil olaq. Əslində maraqlı əmrlər var. Elə son şeylərimiz bunlardır. Taskbar alignment. Alignment sözünü bilərsiniz uşaqlar. Alignment sözünün mənası nədir? Nizamlamaq, düzləndirmək. Misal üçün, deməli, arkadaşlar, start menu gördüyünüz kimi bu hissə hardadır hal-hazırda? Mərkəzdə. Görün, burada nə aktivdir? Center. Bu arada şey sözü keçmişdik, default sözü. Susmaya görə. Yadınıza gəlir o söz. Misal üçün, sizə sual düşə bilər ki, Windows 11-də taskbar və yaxud taskbarın üzərindəki start menyusu susmaya görə harda yerləşir? Deyəcəksən ki, mərkəzdə, ortada. Amma istəsən həmin bu startı, yanındakıları, əsas olanları, istəsən ekranın bir dənə də seçim verir mənə. Baxın, lefti qoyuram, fikir verin. Götürdü onları sol tərəfə sürüşdürdü. Bilmirəm, hiss elədiniz ya yox. Yəqin ki, hiss elədiniz. İstəsək sol tərəfə də qoya bilərsiniz. Misal üçün, əvvəlki əməliyyat sistemlərində start filan sol tərəfdə idi. Amma bayaq dedim ki, Windows 11-də onu nə ediblər? Mərkəzə qoyublar. Və sənə desələr ki, susmaya görə default olaraq harda olmalıdır? Deyəcəksən ki, mərkəzdə. Bunu zaten bayaq danışdıq. Onu buradan nizamlaya bilərsiniz. Hətta belə bir sual da ola bilər ki, taskbarın elementlərini hansı formalarda düzləndirmək olar? Deyə bilərsən ki, mərkəzə doğru ya da sol tərəfdən qoya bilərsən. Yəni, durumu budur. Sonra, əziz tələbələr, burada hide əmri var. Hide sözünün mənasını bilirik. Hide sözünün mənası nə idi? Gizlətmək, düzdürmü? Taskbarı, belə deyək, gizlədə bilərsiniz. Düzdür, Zoom məncə bunu sizə göstərmir. Amma yenə də eləyək. Deməli, bunu basıram. Zoom gizlədilməyi göstərir. Gördüyünüz kimi gizləndi. Yox, bunu göstərir. İndi, bax, bunu sizə göstərmir. Amma öz kompüterinizdə eləsəz görəcəksiniz, bu mənim sorunum deyil. Zoom'un bütün ekranı paylaşdığım üçün Zoom'un xətti ora düşür və ona görə o ekran qırağını göstərmir. Amma öz kompüterinizdə görsəz və yaxud kimsə əyani dərsə gəlsə, onları belə göstərə bilərəm. Uşaqlar, testdə deyir ki, tapşırıqlar panelini gizlətdir. Bu gizlədilmə daimi gizlədilmədir, yoxsa müvəqqəti gizlədilmədir? Uşaqlar, əslində müvəqqəti gizlədilmədir. Öz kompüterinizdə də eləsəz, görəcəksiniz ki, mausun işarəsini ekranın aşağısına gətirəndə həmin dəqiqə taskbar görünür. Amma dediyim kimi, Zoom bunu sizə göstərmiş. Zoom'un xəttinin üzərinə düşdüyü üçün. Amma öz kompüterinizdə də yoxlasaz, taskbarın üzərinə gətirən kimi taskbar çıxır. Mausu çəkirsən, gedir. Amma üzərinə gətirirsən, göstərir. Ona görə bir qeyd olaraq yazıb götürə bilərsiniz ya da oxuyanda qeyd apararsınız ki, taskbarı gizlətmək olur. Amma bu gizlətmə daimi gizlətmə deyil, müvəqqəti gizlətmədir. Yəni, üzərinə gələndə göstərir onu. Ona görə bu müvəqqəti gizlədilmə adlanır, nəzərinizdə olsun. Sonra gəlirəm növbəti əmrə. Show badges on taskbar. Bu əmr nədir? Tapşırıqlar panelinin üzərindəki ikonların üzərindəki nişanların göstərilməsi əmri deyirlər bunun adına. Yəni, bu nə deməkdir? Tutaq ki, taskbarda bir saat qurmusunuz, budilnik qurmusunuz. Budilnik quranda buradan işarə çıxsınmı? Və yaxud e-mailinizə mesaj gələndə buradan bildiriş kimi sizə bildirsinmi? Yəni, onu aktiv-pasiv eləyə bilərsiniz. Sonra show flashing əmri var. Tapşırıqlar panelində olan tətbiqlərin yanıb sönməsi əmri deyirlər bunun adına. Yəni sizə bir bildiriş filan gələndə diqqətinizi cəlb eləmək üçün onun işarəsi yanıb sönsünmü, belə bir bildiriş kimi, yoxsa passivmi qalsın, mənası budur. Sonra bunu display sözündən yadda saxlaya bilərsiniz. Display nədir? Monitorlar. Əgər sizin notebookunuz başqa monitorlarla əlaqəlidirsə, ya da belə deyək, ekranınızı bir neçə proyektorda filan paylaşmısınızsa, o zaman bu əmr işə düşür və seçə bilirsiniz ki, hansı əsas ekran olsun. Yəni, çox monitorlu rejim deməkdir Lori dildə mənası. Sonra
Gəlim ardına bir də saniyə, çox düşdüm. Aha. Sonra, əziz tələbələr, burada yenə hansı əmrlər bizi qarşılayır? Bunların içində əslində bir dənə əsas əmrimiz var. Birinci ondan danışım. Combine Taskbar Buttons əmri. Bunun mənası nədir? Bir dənə ekrana baxın, zəhmət olmasa. Deməli, bu əmrin funksiyası. Misal üçün, fikir verirsinizsə, mənim kompüterimdə açılan proqramlar hamısı bir ad altında yığışıb. Misal üçün, baxın, burada bir dənə Word-ün işarəsini görürsünüz. Amma mən gəlirəm Word-ün işarəsinin üzərinə. Bir dənə baxın, burada nə qədər Word faylı çıxır. Çünki mən burada Combine əmrin always qoymuşam. Yəni, həmişə qruplaşdır əmrini aktiv eləmişəm. Ona görə nə qədər Word-ün varsa, Word-ün başında belə deyək, Word üzrə qruplaşıb. Misal üçün, File Explorer-dir bu. Nə qədər qovluq açmışamsa, File Explorer-in adı altında qruplaşıb. Çünki bu əmri aktiv eləmişəm. Amma mən misal üçün, Neve əmrini aktiv eləsəm, bir dənə baxın, Neveyə vururam, Neve əmrinə. Baxın, o qədər şeydir ki, yerləşmir, fikir verin. Burada hər şeyi dənə-dənə göstərir, bütün Word-ləri. Ekrana da yerləşməyəndə belə formada 3 nöqtə ilə qoyub göstərir. Bu çox səliqəsiz formadır. Bir də bu əmr təklif olunur mənə. When taskbar is full. Bunu necə anlayarıq? Taskbar dolanda başlayır elementləri qruplaşdırmağa. Fikir verin, gücü çatdığı qədər göstərib adların filan. Amma gücü çatmadıqlarını götürüb qruplaşdırıb. Taskbar full olanda qruplaşdır əmri. Ən gözəl əmri isə budur, always əmri. Həmişə elementləri bir ad altında, Word-ləri bir ad altında, qovluqları bir ad altında, nə bilim, Microsoft Edge-dən fayllar açmışsınızsa, onları bir ad altında qruplaşdırır. Bunun mənası budur. Yəni, nəzərinizdə olsun. Bunlar asan əmrlərdir və düşən əmrlərdir. Çətin də deyirlər, belə adi formada bil. Ondan sonra, burada başqa sizi nələr qarşılayır? Taskbarın elementlərini, misalsın, uzağı növbəti düşə bilən suallardan small sözünü bilirik. Taskbarın elementlərini kiçiltmək istəyiriksə, burada olan elementləri bu əmrdən istifadə edə bilərik. Burada da bizə 3 dənə seçim verir. Həmişə, misal üçün, taskbarın elementlərini balaca göstərsin. Fikir verin, çox balacalaşdırdı. Və yaxud heç vaxt balaca göstərməsin. Ya da belə bir əmr var. Ən gözəl əmri budur. When taskbar is full. Nə vaxt ki, taskbar dolur, açıq şeylər çoxalır, onda başlayır ölçüləri kiçiltməyə ki, sizin açdığınız papkalar, proqramlar taskbara yerləşsin. Taskbar dolu olanda başlayır kiçiltməyə. Yəni, 3 dənə əmrdir. Bunu da PDF-də ümumi formada görəcəksiniz. Sonra biraz da dərinə geçsəm, inşallah buralara düşməz, amma yenə də hər ehtimal biraz da mən düşüm aşağı. Sonra burada uzağı nələr çıxa bilər qarşınıza? Date and time. Yəni, date and time bildiyimiz, yəni vaxt və tarix. Buradan siz Windows sisteminizin vaxtını, ayın tarixini nizamlaya bilərsiniz. Yəni, ölkələrə görə, zonalara görə vaxt, tarix, kalendar, belə şeylərinizi nizamlaya bilərsiniz. Yəni, ümumi mənası budur, nəzərinizdə olsun. Ondan sonra bir dənə də əmrə gedim, sonra çıxım. Sonra notification hissə, bildirişlər hissəsi. Bildirişlər hissəsində nələrin görünüb görünməməyi nizamlaya bilərsiniz. Misal üçün, don't distribute əmri var. İstəsəz, narahat etmə əmrini qoya bilərsiniz, əlavə mesaj filan gəlməsin, bildiriş çıxmasın, sizi narahat eləməsin. Yəni, belə şeylər. Bildiriş oblasti ilə bağlı tənzimləmələr. Lori dildə belə qısaca bilsəz, sizin üçün kifayətdir. Yəqin ki, buradan hamıya can sağlığı. İndi keçim nəyə, əziz tələbələr? Biz taskbardan hər şeyi danışdıq. Bir dənə şey qaldı, onu da danışım. Sonra çox yormayacağım sizi. Start menyusu qaldı. Bir dənə start menyusuna da daxil olun. Ora daha asandır. İnşallah sizə də daha asan da olar. Deməli, start menyusu. Dedik ki, starta nə deyirlər? Windows-un əsas menyu düyməsi. Starta daxil olanda, daha doğrusu daxil olmaq üçün klaviatura düymələri var. Kitabınızda yəqin ki, görəcəksiniz. Win düyməsidir. Bir də Ctrl Escape düyməsidir. Kursun sınağına getmişdinizsə, keçən sınaqdaydı ya da ondan əvvəlki sınaqda düşmüşdük. Yəqin ki, sınağa gedənlər xatırlayır. Öz açıq suala salmışdıq. Deməli, bir daha deyirəm.
atdığımız materialda da var. Deməli, start açmaq üçün düymələr, Win düyməsi, yəni o Windows'un öz düyməsi. Ondan sonra Ctrl üstə gəl, Escape kombinasiyası, ESC. Bir də startın üzərində mouse'un sol düyməsini bir dəfə basmaqla starta daxil ola bilərsiniz. Yəqin ki, buradan hamıya can sağlıq. İndi görək ki, startın içində nələr var. Birinci yerdə əziz tələbələr gördüyünüz kimi search bizi qarşılayır. Search nə idi? Axtarış. Bu tamam. İkinci yerdə bizi pin qarşılayır. Pin nə idi? Bayaq danışdıq. Sabitləmək Bəli, mənası. sabitləmək. Yəqin ki, yadınızda qaldı. Deməli, siz istəsəniz proqramları taskbar'a da pinləyə bilərsiniz və yaxud start menyuya da pinləyə bilərsiniz. Pinləmək, bərkitmək göz qabağınızda olsun. Sonra bu hissədən all hissəsi var. Bu all hissəyə daxil olub kompüterinizdə olan proqramları əlifba sırası ilə görə bilərsiniz. Burada əlifba sırası ilə düzülüb gördüyünüz kimi. Ondan sonra burada aşağıda recommend bu hissə var. Bu hissə nədir? Ən çox istifadə elədiyiniz, ən son açdığınız sənədləri burada görə bilərsiniz. Yəni məncə bu da asandır. Ondan sonra burada gördüyünüz kimi mənim adım var. Buna deyirlər user, istifadəçi menyusu. Şeydə də görəcəksiniz materialımızda. Hansısa müəlliməmizin adını kompüterindən orada götürmüşük. Orada şəkil var. Orada qarşınıza çıxacaq. Deməli, istifadəçi menyusu. Bura daxil olub nə edə bilərsiniz? Hesabınızı dəyişə bilərsiniz, hesabınızdan çıxa bilərsiniz, profilinizə şəkil filan qoya bilərsiniz. Yəni hesabınızla bağlı idarə etmələr belə deyək. Bunun sağ tərəfində isə Power düyməsi bizi qarşılayır. Məncə bunu çoxunuz bilərik. Power düyməsinin içərisində nələr var? Birinci lock əmri var. Ona kilidləmə deyirlər. Məncə bunu bilirsiniz. Ondan sonra sleep əmri var. Sleep sözünü də məncə bilirik. Elektrik enerjisinə qənaət eləmək üçün istifadə olunur. Ona yuxu rejimi deyirlər. Sonra uşaqlar, sleepin bənzəri olan rejim var. Mən bunu aktiv eləməmişəm kompüterimdə. Bəli, çünki mən onu istifadə eləmirəm. Amma belə danışım sizin üçün. Hibernate adlanan rejim var. Kompüterdə aktiv eləmək olur. Hibernate rejimi. Hibernate rejiminin mənası nədir? Hibernate sözünə mürgüləmə rejimi deyirlər. Amma indi durum nədir? Məncə sleepdən çox adam istifadə eləyir. Sleep rejiminə qoyanda kompüteriniz qaralır, hər şeydə aktiv qalır. Təzədən mouse'u toxunan kimi və yaxud enter düyməsini basan kimi hər şey öz yerində istifadə olunur. Yəni hər şey öz yerinə geri dönür. Yəqin ki, bu hamıya tamam. Amma hibernate rejimi də sleep rejimi kimidir. Sadəcə hibernate'in problemi nədir? Hibernate'də də hər şey aktiv olur. Belə deyək, hər şeyi xarici yaddaşda saxlayır. Yəni heç nəyi bağlamır. Sadəcə hibernate'in problemi odur ki, hibernate gec işə düşür. Elə bir ki, kompüter təzədən yanırmış kimi fəaliyyətə başlayır. Bu da istifadəçilərə sərf eləmir. Tutaq ki, belə deyək də, kompüteri bir saatlıq fasilə vermişəm. Təzədən qayıdıram, işimi görmək istəyirəm ya da bir 20 dəqiqəlik. Hibernate-də gərək gözləyəm ki, ay Allah, kompüter təzədən işə düşsün, yansın. Amma sleep 1 saniyyədə toxunan kimi avtomatik sleep rejimi işə düşür. Hibernate sadəcə sleeplə müqayisədə daha çox enerjiyə qənaət eləyir. O zaman onu uzun belə deyək də, tutaq ki, bir 6 saatlıq kompüterə fasilə vermisənsə, amma istəmirsənsə söndürmək, onda hibernate istifadə eləmə əlverişlidir. Amma 2-3 saatlıq, bir 10-15 dəqiqəlik nəsə fasilə verib geri dönəcəksənsə, ona görə elə sleepdən istifadə edirlər. Sleep də enerjiyə qənaət eləyən rejimdir, yuxu rejimidir, nəzərinizdə olsun. Sonra shutdown var. Məncə shutdown'un nə olduğunu hamımız bilirik. Kompüterimizi söndürmək. Son isə seçim restartdır. Məncə restartı da hamımız bilirik. Kompüteri yenidən başlatmaq. Yəqin ki, bunlar hamımızın bildiyimiz şeylərdir. Tez-tez də bunlara update gəlir. İstəsəz update də eləyə bilərsiniz. Ondan sonra, əziz tələbələr, bayaq danışdıq ki, kontekst menyu anlayışı var. Kontekst menyu nə dedik? Mouse'un sağ düyməsidir. Yəqin ki, yadımızda qaldı. İndi sözümü nəyə gətirirəm? Buradan uzun bir sual yoxdur, qorxmayın. Sadəcə belə qısa formada adlarını çəkəcəm. Keçəninki ilə dəyişməyib. Dimdə də sadəcə adlarıdır. Bir dənə belə üstündən gedəcəm. O nədir? Startın kontekst menyusu anlayışı var. Startın üzərindən gəlirsiniz, mouse'un sağ düyməsini vurursunuz. Mouse'un sağ düyməsini vuranda belə bir menyu açılır.
şeydə şəklini qoymuşuq bunun 100% materialda. Prosta materialın səhifələrini xatırlamıram. Mən 12-dədir səhifə. Neçədir əziz tələbə? 12. 12-dəyəm. Təşəkkürlər. Hə, orada sadə formada şəklini qoyub belə köhnə dildə bir cümlə ilə yazmışlar. Hər ehtimal belə bir cümlə ilə qoymuşuq. Əsas nəyi bilin sizdən istədiyim? Bilin ki, Startın kontekst menyusunun klaviatura düyməsi. Startın kontekst menyusunun klaviatura düyməsi 100% materialda yazmışıq. Win üstəgəl X düyməsidir. Win bildiyimiz Win, Windows'un Win'i, yəni o klaviaturada Windows'un işarəsi olan düymə, üstəgəl X hərfi, yəni X. Win üstəgəl X-nı basmaqla bastım. Gördüyünüz kimi Startın kontekst menyusu açılır. Belə üstündən belə bir saniyəlik gedə bilərəm. Sadəcə belə tərcümə olaraq bilin. Birinci, məncə bu installed sözün bilənlər olar. Quraşdırılmış tətbiqlər haqqında. Mobile Center, elə sadəcə belə necə deyim, hərfi tərcümə nəsəz bəsdir. Mobillik mərkəzi deyirlər bunun adına. Power Options güc seçimləri. Ondan sonra buna hadisələr baxıcısı, dimsayağı tərcümə eləmişik bəzilərin. Sonra sistemlə bağlı, sonra Device Manager, internetlə bağlı əlaqələr, Network Connection, şəbəkə əlaqələri, sonra disk idarə edicisi, Computer Manageri, belə deyək. Sonra bu hissə. Bu iki hissədə nə var? Bunlara belə deyək, daxil olanda bunu başqa yerdən də keçəcəyik. İndi gözləyin açılsın. Deməli, bəlkə proqramistlik filan oxuyan uşaqlar bilər. Əmr sətri deyilən bir anlayışlar var. MS-DOS-dan qalmadır və kodlar yazanda bundan istifadə edirlər. Əmr sətri. Həmin ona vuranda PowerShell adlanan proqram açılır. PowerShell Windows 11-in öz əmr sətridir. Bir də var, köhnə əməliyyat sistemlərində Command Prompt adlanan əmr sətri var idi. Command Promptdan PowerShell arasında keçid olan əmr sətridir. PowerShell var, bir də Command Prompt adlanan əmr sətri var. Bunu qurdalamanızı məsləhət görmürəm. Sonra kompüterin nəsə yazarsınız, hansısa kodla üstə düşər, aləm dəyər bir-birinə. Belə deyək, əmrlər sətrini açır. Yəni, Lore dildə belə yadda saxlaya bilərsiniz. Sonra gəldik bizə tanış olan şeylərə. Task Manager, bundan bayaq danışdıq, tapşırıqlar meneceri, setting, parametrlər, sonra File Explorer. File Explorer yadınıza gəlir, bilmirəm gəlir yoxsa gəlmir. Utilitlər keçmişliyi fəsil 4-də. File menecerlərdə var idi, onların içində, bilməm yadınızdadır ya yox. Bunu ayrıca dərs olaraq öyrənəcəyik. Sonra search-lə bağlı işlər, sonra run. Run hansısa proqramın cəld icrası üçün istifadə olunur. Sonra buradan kompüterinizi yenə bağlaya bilərsiniz, silip rejiminə qoya bilərsiniz. Ən sonunda desktop, yəni iş masasına qayıdıb iş masanızı görə bilərsiniz. Yəni bunun alt əmrləri budur. Yenə də deyirəm, özünüzü yormaya ehtiyac yoxdur. Əsas bilin ki, Startın kontekst menyusu Win X düyməsi ilə açılır. Windows-lar da elə bir cümlə belə, nə bilim, hər ehtimal göz yaddaşı ilə bilin ki, sadəcə Startın kontekst menyusunda bunlar var. Yəni ən azından bilin ki, setting əmri var. Task Manager var, File Explorer var, Run əmri var. Sadəcə belə adların qısa formada yadda saxlasaz, yəni necə deyərlər, sizin üçün kifayətdir. Yəni qalan bir xüsusi çətin tərəfi yoxdur. Yəqin ki, hamıya tamam. Sonra gəlin bir dənə də hissədə bir damcı sizi yorum. Startın içinə girəndə istənilən bir boş yerdə mouse'un sağ düyməsini vuranda Startın settingi adlanan pəncərə açılır. Start setting. Onu çox güman ki 13-cü səhifədə görəcəksiniz PDF-inizdə. Həmin o hissə hardan açılır? Dediyim kimi Startın içinə daxil olursunuz və Startın içinə daxil olanda hansısa bir boş yerdə mouse'un sağ düyməsini vurursunuz və açılana deyirlər Start setting. Startın settingi də, yəni Start haqqında tənzimləmələr. Belə bir pəncərə bizi qarşılayır. Burada layout var, düzənləmələr. Sonra layoutun içində alt əmrlər var. Bir cümlə ilə kitabınıza qoymuşuq. Bir cümlə ilə belə öyrənib bilsəz bəsdir. Burada var show recently. Recently sözünü bilirsiniz məncə ingilis dilində. Recent nə idi? Ən son. Startın içində ən son əlavə elədiyiniz proqramları görmək istəyirsinizsə, bunu aktiv eləyə bilərsiniz. Sonra most used. Bu sözün mənasını bilən yoxdur. Most used'in mənası
ən çox tez-tez hansı proqramları istifadə edirsinizsə, starta girəndə onların görünməyini istəyirsinizsə istifadə edə bilərsiniz. Sonra bu recommended, bunu bayaq da göstərdim sizə. Ən son girdiyiniz, istifadə elədiyimiz qovluqların, faylların adlarının görünməyini istəyirsinizsə istifadə edə bilərsiniz. Sonra hansısa veb saytlara girmisinizsə, onları tarixçə kimi qalmağını istəyirsinizsə, brauzer adı altında istifadə edə bilərsiniz. Yəni, belə deyək də, Lori dildə startda nələr görünsün, nələr görünməsin, onu bu sahələrdən idarə edə bilərsiniz. Ondan sonra, nə bilim, startda ən son xəbərdarlıqlar, bildirişlər, Microsoft hesabı ilə bağlı nəsə bir bildiriş, xəbərdarlıq olsun bu haqda, fayllar və ya qovluqların sol tərəfdə görünüb görünməməyi, yəni belə deyək, uzun sözün qısası, startın içinə girəndə burada nələr sizə göstərilsin, göstərilməsin, onları qısa formada deyil, nizamlaya bilərsiniz. Yəni belə qeyri-adi xüsusi sualları yoxdur, belə ümumi formada bilin ki, PDF-də oxuyanda sizə qaranlıq qalmasın. Sonra biraz da sizi yoracam bu günləri, çünki niyyətim təzə il başlamamış. Yorulmayın. Siz izahına baxıb öyrənərsiniz. İzahına baxıb öyrənəndə hissə-hissə oxuyarsınız ki, sizə şey olsun, belə deyim, rahat olsun. Çünki yanvarın nə bilim 4-nə 5-nə qalsa bu mövzular təkrarlarla toqquşacaq və təzə il girməmiş Windows-u bacara bildiyimiz qədər əsas yerləri ilə qutaraq. Maksimum əslində nə önəmli ola bilər, nələr düşə bilər, maksimum onlara toxunmağa çalışıram. Ona görə biraz da sıxaq özümüzü. Çox almayacam vaxtınızı. Bir 15 dəqiqə qutararam yəqin ki. Uzağı fəsil 13-ün çox yorulsaz testlərinə gələn dəfə baxaram. Yəni qorxmayın. Biraz da səbirli olaq ki, çətin şeylər gedib. Qısa məlumatlar qalıb. Deməli, orada 6.3-cü paragraf görəcəksiniz. 6.3-cü paragrafda Windows 11-in belə deyim, təzə 2 dənə funksiyası var. Düzdür, funksiyalar bir-birinə çox bənzər anlayışlardır. Ümid edirəm ki, onları çox qatmaz, amma yenə də onlar haqqında danışaq. Deməli, əziz tələbələr, bir Windows 11-in Mica adlanan funksiyası var. Elə adına Mica deyirlər, Mica, belə görəcəksiniz başlıqda. Bir də Fluent adlanan design interfeys funksiyası var. Deməli, Mica funksiyası, bir də interfeys funksiyası. Kiçik bir başlıq adı altında oxuyacaqsınız. Prosta oxuyanda insanlara belə şey gəlir ki, bunlar axı eyni şeydir. Ona görə Lori dildə danışım, sonra fərqləndirim sizin üçün. Deməli, Mica funksiyası və Fluent funksiyası. Söhbət nədən gedir? Mica deyəndə, Mica funksiyası deyəndə belə deyək, dinamik, qeyri-şəffaf vizual effektlər nəzərdə tutulur. Misal üçün, Lori dildə necə göstərim sizə? Bir dənə ekrana baxın, misal üçün. Tutaq ki, bu papkanı açıram. Mən də elə papka açdım ki, gözləyin kiçik bir açılacaq. Nəysə açım sizin üçün və yaxud bunu açılım. Bir də baxın, belə bir Explorer pəncərəsi açmışam sizin üçün. Mənim arxa fonum tünd rəngdə olduğu üçün bu pəncərənin də arxa fonu tünd rəngdə açır. Yəni, belə deyək, pəncərənin arxa fonunu desktopun arxa fonuna uyğunlaşdırır. Buna deyirlər Mica funksiyası. Yəni, pəncərənin fonu, bu başlıq sətrinin rəngləri arxa fonun və yaxud taskbarın rənglərinə uyğunlaşmağa çalışır. Yəni, belə deyək, göz yorucu olmamaq üçün ya da daha pəncərənin sərhədləri içindəkilər daha aydın görünsün deyə qıraqlarının rəngin ekranın öz rəngi ilə uyğunlaşdırır. Lori dildə desək, Mica funksiyasının mənası şəffaf görünüş, vizual effekt, istifadəçiyə şəffaf bir görünüş, vizual bir effekt verməkdir. Yəni, nə bilim, öz aləmlərində yeniləşdiriblər. Gəlin, hətta sizə bu qara rəngdir, o biri tətbiqdən göstərim. Misal üçün, bu formaya keçirəm. Tutaq ki, bunun üzərindən göstərim sizə üçün. Misal üçün, bunu açıram. Bir də saniyə. Bu bunun içində qalıb deyə buna qayıtdı. Yaxşı, bu da bunun içində qalıb. Gəlin, effekti dəyişim ki, mən tam formanı sizə göstərim. Bir də saniyə. Buradan təmiz dəyişim ki, belə fərqi tuta biləsiniz. Ya da temanın nə olduğunu anlaya biləsiniz. Belə deyək. Bir də saniyə toparlayır özün. Yəqin ki, toparladı. Aha, tamam. Misal üçün, bu effekt formasına qayıdıram. Tutaq ki, bu PDF-i açıram. Baxın, indi bu PDF-i açmışam. Bunun
pəncərəsinin rəngləri taskbarın, baxın, taskbarın rənginə uyğun forma almağa çalışır və yaxud bu effektin arxa fon rənginə uyğunlaşmağa çalışır. Sırf özün belə fərqləndirir, amma pəncərəsinin burasının rəngi var, bu boz hissə. Bu onu bura uyğunlaşdırır, aşağıya uyğunlaşdırır. Yəni pəncərənin özün arxasını daha şəffaf eləyir, özün bizə daha vizual göstərməyə çalışır. Bunun adına deyirlər, mika funksiyası deyirlər. Yəni belə deyək, pəncərənin özü aydın görünür, amma bunun buraları bulanıqlaşır, arxa fondan uyğunlaşır ki, biz pəncərəni daha aydın, belə daha qəşəng şəffaf formada görək. Bunun adına mika funksiyası deyirlər. Yəni belə deyək. Yəni durum bundan ibarətdir. Bir də var Fulient funksiyası. Fulient funksiyası da əslində mika funksiyasına bir növ bənzəyir. Fulient funksiyası deyəndə ümumiyyətlə bütün ekranın, yəni belə deyək, Lori dildə necə deyim sizə? Elə bilin ki, Fulient funksiyası bir evə daxil olmusunuz. Evin ümumi dizaynı, ümumi effektləri, rəngləri, işığı, ekranın işıqlı olması, nə bilim, hərəkətli olması, animasiyalı olması, ümumi hamısı, bütün ekran, desktop, ümumi onun dizaynı Fulient funksiyası adlanır. Evin içində, belə deyim, Lori dildə, hansısa bir pəncərənin, yəni açılmış qovluq pəncərəsinin və yaxud hansısa bir ev dilində izah eləsəm, evin hansısa bir divarının, belə deyək, divar kağızının rəngi isə mika funksiyasıdır. Yəni Fulient böyük bir şeydir. Bütün evin dizaynı, işığı, rəngi. Evin içində hansısa bir açılmış bir pəncərə, hansısa bir divarın rənglənməsi, effektlənməsi desə, o isə mika funksiyasıdır. Yəni, necə deyək, yadınızda qalsın. Fulient sözü daha uzun yazılıb, daha böyük sözdür. Deməli, onun anlayışı daha böyükdür. O daha böyük dizayn göstərir. Bütün evi dizayn edir, işıqlandırır. Amma evin içində hansısa bir sahə, hansısa bir qovluq pəncərəsi, hansısa bir açılmış bir hissənin rəngi, effektliliyi, şəffaflığı, ona deyəcəksiniz mika funksiyası. Yəni, bunu bacara bildiyim qədər Lori dildə anlatmağa sizə çalışıram. Çünki oxusaz görəcəksiniz ki, bir-birlərinə çox bənzər bir şeydir. Amma belə formada yadda saxlayın, dediyim kimi. Fulient daha ümumi dizayn eləməkdir, ümumi interiyer dizaynıdır. İşıq, rəng, tərtibatlıq, estetiklik. Mika isə onun içindəki bir dənə divara rəngləməkdir, effektləməkdir. Bir dənə pəncərənin rəngini uyğunlaşdırmağıdır. Yəni, bunlar Windows 11-in yenilikləridir. Maksimum belə formada yadda saxlayın. Əsas da sizdən istədiyim adların yadda saxlayın. Çünki üzrə sala bilər. Mika və Fulient funksiyaları, yəni ilk dəfə gəlmiş funksiyalar da Windows 11-in yeniliyidir. İlk dəfə Windows 11-də bu şeylərin adı çəkilir deyib yadda saxlaya bilərsiniz. Sonra, misal üçün, mika funksiyası deyir ki, bu pəncərəni açırıq, tutaq ki, qovluq pəncərəsini açmışıq. Bu qovluq pəncərəsi, gözləyin, belə göstərim. Balaca bir şey üzərindən göstərim, bircə saniyə. Kimlərsə yadına gələr, o biri əməliyyat sistemlərində hansısa bir pəncərə açılanda pəncərənin daha çox düzbucaqlı formasında gedirdi. Amma bu deyir ki, mən indi bu pəncərənin buraların, çox anlamlı şey deyir, bu pəncərənin buraların indi şey eləmişəm. Elə bir ki, necə deyim sizə, biraz dairə kimidir. Baxın, bu pəncərənin qıraq xəttləri. Deyir, istifadəçi üçün daha rahat formada, bu bilmirəm bizim üçün nə dərəcə rahatdır, amma deyir daha rahat formada düzəltmişəm. Windows 11 deyir. O birilərində daha kvadrat düzbucaqlı formasındaydı. İndi bunun buraları biraz daha belə oval formasındadır. Pəncərəyə elə bir ki, öz aləmində belə dizayn verib. Yəni pəncərə deyəndə şey nəzərdə tuturam da, bu açdığım bir dənə qovluğun pəncərəsi. Yəni bu mikanı belə qısa formada belə anlaya bilərsiniz, özünüzü yormadan bacardığınız qədər. Son bir şeyim qaldı, ondan qutarıram, qorxmayın. Axıra saxladığım asandır. Bir dənə də son paragrafımız var, o da nədir? Windows əməliyyat sistemində fayllar, qovluqlar və qısa yollar anlayışı var. Qısa yolu gələn dərs kontekst menyulardan danışacağım, narahat olmayın. Bir dənə bu hissəni danışım, sonra belə qutarmış kimi bir şeyəm. Deməli, uşaqlar var istifadəçi qovluqları. İstifadəçi qovluqları məncə hamımız tanıyırıq. İstifadəçi qovluqları sarı rəngdə olan qovluqlardır. Misal üçün, kompüterdə sağ düyməni vurursunuz.
Gəlirsiniz. Burada new əmri var. New-ya daxil olursunuz. Buradan da folder əmrinə belə bir papka yaradırsınız. Misal üçün adını da tutaq ki, qoyursunuz. Info oxu. Bunun adına deyirlər istifadəçi qovluğu. Yəni, hətta demin sadə imtahan sualıdır. Deyir ki, istifadəçi qovluqları hansı rəngdə olur? Məncə hamımız görürük, sarı rəngdə olur. Sonra, bir də uşaqlar, xidməti qovluqlar var. Xidməti qovluqların da özü növlərə bölünür. Var sistem qovluqları. Bunlar asandır, qorxmayın. Sistem qovluqları nədir? Misal üçün, ZIS-PC qovluğu, yəni kompüterinizin öz sistemi də üstündə gələn şeylər. Sonra network var sistem qovluqlarının içərisində. Sonra recycle bin var, yəni zibil qabı. Ondan sonra bu var. İstəsəz bura özünüzün adını da qoya bilərsiniz. Əsas hesabınızı bildirən qovluq. Öz adınızı yaza bilərsiniz. Məndə kompüterin adı ilə qalıb. Sonra bir də var kontrol panel. Kontrol paneldir, budur, zibil qabıdır, networkdür, bir də ZIS-PC. Bunlara sistem qovluqları deyirlər. Sonra arxiv qovluqları. Arxivləşmə anlayışı yadınızda olar yəqin ki, bilmirəm, yadınıza gəlir, yoxsa gəlmir. Arxivləşmə. Arxivləşmə nə idi? Sıxlaşdırmaq. Arxivlərin proqramlarını keçmişdik. Ümid edirəm xatırlayırsınız. WinRAR proqramı var idi, WinZip proqramı var idi. Sonra bir dənəsi də var idi, Hamster. Bilmirəm, yadınızdadır, yoxsa yadınızda deyil. Hamster sadəcə adı düşürdü. Amma WinRAR-la WinZip-in o vaxtda sizə göstərmişdim. Piktoqramı da düşə bilir. Misal üçün, ekranda görə bilərsiniz. Baxın, bu bir WinRAR-a misaldır. Kitabda da qoymuşuq şəkillərin. Üst-üstə qoyulmuş, belə deyək, kitablar formasındadır. Sonra zip. Zip nə idi ingilis dilindən tərcümədə? Zipə nə demişdik uşaqlar? Yadınıza gələr. Zip deyəndə zamok nəzərdə tutmuşduq. Bilmirəm, yadınızdadır, yoxsa yadınızda deyil. Zip zamok deməkdir. Baxın, zəhmət olmasa WinZip-in işarəsinə. Üstündə, baxın, paltar zamokuna oxşar işarə var. Yəqin ki, bu da yadınızda olar. Sonra, arkadaşlar, sistem qovluqlarının içərisində əsas qovluqlardan biri ZIS-PC qovluğudur. Gəlin, biraz onun da içinə daxil olun. ZIS-PC qovluğun içində mən sizə zamanında danışmışdım. Bilmirəm, bu yadınıza gəlir ya yox. C diski və D diski. Bunların ikisinə bir yerdə hard disk deyirlər, ya da sərt disk deyirlər, ya da SSD işlədirsinizsə SSD deyirlər. Misal üçün, sizə soruşsa ki, ZIS-PC qovluğunun tərifi, deyə bilərsiniz ki, ZIS-PC əsas sistem qovluqlarından biridir. ZIS-PC qovluğunun daxilində siz kompüterinizə hansı xarici yaddaş qurğuları qoşulubsa, onları görə bilərsiniz. Aranızda bilənlər olar. Flashkart taxanda buradan çıxır, F hərfi adı ilə. CD və DVD diskləri taxanda da buradan çıxır. Hətta siz telefonunuzu kompüterə USB vasitəsilə taxsaz, yəni onu da buradan telefon işarəsi çıxır, adi formada görə bilərsiniz. Və uşaqlar, yadda saxlayın ki, hansısa bir faylı, hansısa bir qovluğu ZIS-PC qovluğunun içində kopyalaya bilmərsiniz. Yəni, bura nəyisə götürüb, paste eləyib, yapışdıra bilmərsiniz. Yəni, bizə elə bir seçim verilmir. Bunların içinə daxil olub, nəyisə bura daxil eləyə bilərsiniz. O başqa məsələ. Amma ZIS-PC-nin içinə, misal üçün, bu C ilə D-nin yanına mən götürüm, bir dənə paste eləyim, nə bilim, hansısa bir faylı qovluğu yapışdırım. Yəni, belə şeylər olmur. Yəni, nəzərinizdə olsun. Ondan sonra ümumiyyətlə Windows əməliyyat sistemində network adlanan şəbəkə qovluğu anlayışı da var. Network ekranda da görə bilərsiniz. Network'ün mənası nədir? Lokal şəbəkəyə qoşulmuş kompüter disklərini əgər qoşmusunuzsa, buradan görə bilərsiniz. Yəni, şəbəkə quranda, belə deyək, bu hissədən istifadə edirsiniz, nələrsə görə bilərsiniz. Yəni, ümumiyyətlə bilin. Sonra, bunu fəsil 5-də keçmişdik, kimisə yadına gələr. Bir də yadda saxlayın ki, boş qovluğun, misal üçün, mən burada bir dənə boş qovluq yaratmışam. Boş qovluğun həcmi olmur. Boş qovluğun həcmi sıfırdır. Yəni, boş qovluğun həcmi anlayışı yoxdur. Bu da nəzərinizdə olsun. Bu mövzunun axırında qısa yol anlayışı var. Mən onu həmişə buradan deyil, o biri kontekst menyuları keçəndə danışıram. Ona görə çox önəmli bir hissədir. Ona görə bu dərsin sonunda sizi bundan yormayacam. Onu xüsusi formada keçəcəyik. Balaca bir şeydir. Prosta onu göstərərək başqa formada keçəcəyik gələn dərsimizdə. Ondan sonra kiçik bir şey də danışım, sonra söhbəti bağlayayım. Bir də Windows dərsində uşaqlar pəncərələr anlayışı var. Ümumiyyətlə Windows sözünün mənası ilə pəncərə deməkdir. Ona görə açılan
qovluqları açanda, proqramları açanda gördüyümüzə pəncərə deyirlər. Misal üçün, var qovluq pəncərəsi anlayışı. Qovluq pəncərəsi anlayışı nədir? Misal üçün, hansısa bir papkanı açırsınız, qovluğu açırsınız, gördüyümüzə deyirlər qovluq pəncərəsi. Yəni, ekranda gördüyünüz infoxu qovluğunu açmışam. Buna deyirlər qovluq pəncərəsi. Yəni, qovluqların hamısı da gələn dərslərimizdə keçəcək File Explorer adlanan utilit var idi. Fəsil 4-də keçmişdik. Qovluqların hamısı ekranın aşağısında da görə bilərsiniz. File Explorer qovluğun içində açılır. Hamısı onun adı altında birləşir. Ondan sonra dialoq pəncərəsi anlayışı var. Dialoq pəncərəsi sözün bilənləriniz olar. Misal üçün, bir şey soruşum sizdən, bəlkə kimsə bilir. Bir var ki, papkanı delete eləyirsən. Delete eləyəndə gedir düşür zibil qabına. Bunu bilənləriniz olar. Bir də var ki, ay sol, mən soruşmamış dedi, düzdür. Bir də var ki, elementi kompüterdən tamamilə silmək. Bilmirsinizsə, canınız sağ olsun, yazıb götürə bilərsiniz. Bir də var ki, elementi kompüterdən tamamilə silmək. Tamamilə silmək, gələn dərsdə deyəcəm, indi də deyirəm. Tamamilə silməyin düyməsi Shift+delete düyməsidir. Kim bilmirsə, yazıb götürsün, zəhmət olmasa. Shift+delete eləyəndə element kompüterdən tamamilə silinir. Yəni, zibil qabına düşmədən birbaşa silinir. İndi gəlin bu papkanı birbaşa silin. Bunu seçirəm. Shift-lə delete basıram. Belə bir pəncərə açılır. Bu pəncərənin adına, əziz tələbələr, dialoq pəncərəsi deyirlər. Çox asandır, qorxmayın. Yəni, bizlə dialoqa girir. Bizdən nəsə soruşur da, belə deyək. Bizdən nəsə soruşulan pəncərəyə deyirlər dialoq pəncərəsi. Yəni, hətta Word-də, Excel-də, Power-də, onlarda da başınıza gəlmiş olar. Axırda X-i vurub çıxanda bizdən soruşur uşaqlar. Adı nədir? Save yoxsa don't save. Məncə bunu bilərik. Save yoxsa don't save, ona deyirlər dialoq pəncərəsi. Yəni, bizdən dialoqa girir. Bu cür pəncərəyə dialoq pəncərəsi deyirlər. Bunun ölçüsünü filan dəyişmək olmur. Bu aktivdirsə, arxa fonda heç nə işləmir. Gərək buna cavab verəsən, sonra arxa fona keçəsən. Okey, mən də bunu sildim, getdi. Sonra, axırıncı pəncərə növü də sistem pəncərəsi də deyirlər onun adına, ya da tətbiqi proqram pəncərəsi deyirlər. Sistem və ya tətbiqi proqram pəncərəsi. Bu nə deməkdir? Misal üçün, tutaq ki, Excel proqramına misal üçün daxil oluram, ya Word proqramına daxil oluram. Hansısa proqrama daxil olanda açılan pəncərəyə deyirlər tətbiqi proqram pəncərəsi və yaxud sistem proqram pəncərəsi. Misal üçün bu. Hansısa proqramın pəncərəsi də uşaqlar. Yəni bu. Bu bir sistem pəncərəsi və yaxud tətbiqi proqram pəncərəsidir. Sistemlə tətbiqini birləşdiriblər. Yəni, sistem proqramını açsaz, sistem pəncərəsi deyirlər. Tətbiqi proqramı açsaz, tətbiqi pəncərə deyirlər. Yəni, sistem və ya tətbiqi proqram pəncərəsi. Yəni, asan bir şeylərdən biridir. Nəzərinizdə olsun. Burada saxlayıram. Bilirəm ki, ardında nəsə desəm, sizə ekstra yorucu olacaq. Ona görə burada saxlayıram. Ardın Windows-un o biri hissəsində inşallah danışarıq bol-bol. Bilirəm ki, biraz da çox danışsam, yəqin ki, bir yerdən sonra yorulacaqsınız. Arda haqqında inşallah Windows-un ikinci hissəsində necə deyərlər, görüşürük.